Fazil müəllim, qadın müəllimlərinin çoxluğu, müəllimlərin gözdən salınması uşaqların tərbiyəsinə necə təsir göstərir? Tərbiyə ümumiyyətlə hardan başlayır? Bilirsiniz, qadın müəllimlərdən təkcə söhbət getmir. Təbii ki, indi kişi müəllimlərin də çox olması hələ o demək deyil ki, məktəb düzələcəkdir. Məktəbə savadlı müəllim lazımdır. Məktəbə psixoloji cəhətdən yetkin və uşaqla işləmə qabiliyyəti olan müəllim lazımdır. Eyni şey bağçaya da aiddir, eyni şey məktəbə qədər təhsilə də aiddir. Yəni bunlar hamısı bir-biri ilə əvəzləyən məsələlərdir. Və bu prosesi də birinci növbədə təcrübə amili də çox önəmli daşıyır. Məsələn, təcrübəli adamlar məktəb direktoru olmalıdırlar. Və məktəb direktorunun həm də mənəvi keyfiyyətləri çox doğru qurulmalıdır. Çünki mənəvi keyfiyyətləri araşdırılmayan məktəb direktorları, məsələn, qadın məktəb direktorları var ki, rahatca məktəbdə siqaret çəkirlər. Tutaq ki, bizdə qadının siqaret çəkməyə alışıq bir hal deyil. Və demək, bəlkə bunu hansısa bir kəs evində eləyə bilər. Amma məktəbdə kiminsə bunu eləməsi yol verilməzdir. Yaxud da deyək ki, məktəbdə hansısa bir şəkildə repetitor fəaliyyətini məktəbin direktoru ya bunun müavinləri təşkil edir. Məktəbdə deyək ki, hansısa bir şəkildə idman infrastrukturu mütləq olmalıdır. Məsələn, bütün bədən tərbiyəsi dərsləri avaraçılıqla keçir, boş vaxt öldürmə keçir. Əvvəllər kompüter dolduruldu şeylərə, o kompüterlər sonra məlum oldu ki, böyük əksəriyyəti işləmir, heç uşaq da kompüteri məktəbdə öyrənə bilmir. Yəni, indi süni intellekt dövrü gəlir, biz hələ biz ibtidai intellekt dövründəyik. Yəni, bunu aşa bilmirik ibtidai intellekti. Biz indi nə edəcəyik? Ölkə prezidenti çağırış eləyir, müşavirə keçirir. Deyir ki, bu məsələ vacibdir. Dünya artıq bu trendi yaxalayır. Bu at arabasından təcili düşüb qatara necə minəcəyik? Qatar da sürətlə gedir. Bizim dayanacaqda dayanmayacaq bu qatar. Və biz onda qatarın dalınca baxma mahnısını oxuyacağıq. Yəni, bu heç bir məntiqə sığmayan bir durumdayıq biz. Ona görə də təhsilə xüsusi diqqət ayırıb, təhsili yenidən canlandırmaq üçün bir ölkədə səfərbərlik keçirmək önəmlidir.